Bunların qarşısına NS və SV yazılır. Bunun açılışı nədir? Bugün bundan bəhs edəcəm. Nравится NSV isə keçmiş zamanda bu hərəkət davam edəcək uzun bir müddət üçün ya da təkrarlanan bir hərəkəti bildirəcək. Məsələn, в школе мне нравилась одна девушка. Məktəbdə bir qız xoşuma gəlirdi. Uzun bir müddət boyunca xoşuma gəlirdi. Amma понравилась da belədir. Xoşuma gəldi. Məsələn, вчера в кафе мне понравилась одна девушка. Dünən kafedə bir qız xoşuma gəldi. Buradakı cins bizim öz cinsimiz deyil. Xoşumuza gələn kimdirsə onun cinsidir. Девушка olduğuna görə понравилась, нравилась. Məsələn deyək ki, xarakter. Мне нравился его характер. Veyahut da мне нравился ее характер. Qızın xarakterini desək, onun xarakteri xoşuma gəlirdi. Deyirəm məsələn, мне понравился ее характер. Onun xarakteri xoşuma gəldi. Xoşuma gəlirdi, xoşuma gəldi. Formada istifadə olunur. NS feillər keçmişdə davam edir ya da təkrarlanır. SV feillər isə bitmiş bir hərəkəti bildirir. Xoşuma gəldi kimi belə fikirləşə bilərik. Əlbəttə bir çox fərqləri var, amma genel fərqi bu şəkildə götürülür.